Mən fikir vermişəm, bax buna da diqqət edin, təsdiqlərsiniz yəqin ki məni. İnancılı insan, özümüzü tənqid eləməliyik hərdən ki, düzələk. Və başqaları onsuz da deyirlər, qoy özümüz deyirlər. Deyir ki, biz elə özümüz də deyirik. Dindarların içində, inancılı insanlar içində agresiv bir dəstə formalaşır. Agresiv bir dəstə. Bunlar əsəbidirlər, mən fikir vermişəm. Əsəbidirlər. Özünə yox deyirlər nədəsə, özlərini məhrum edirlər, amma əsəb içindədirlər. Allah qurban olduğumda fikir vermişəm. Hər neçə müddətdən bir dənə ictimai imtahan göndərir. Necə dəqiqliklə bunu diqqət edin. İmtahan göndərir. Bu qəzəbini orada tökür. Sosial şəbəkələrə baxın, adam dindar adına utanır hərdən. Özdə hamı da haqq davası aparır o formada. Qəzəb ki, yığılıb qalıb içində özünə yox deməyin qəzəbi dolub içinə. İndi biri nəsə ayağın səhv atıb. Bütün o içindəki qəzəb vardı ya. Nəfsi ilə mübarizənin qəzəbi vardı bunda. Onu tökür o bir nəfərin üstünə, 5 nəfərin üstünə. Özü üstündə yaxşı əsaslandırır. Deyir, mən dinə görə eləyirəm bunu. Dinə görə eləyirəm. Ola bilər, hətta doğrudan da birinin səhv işini tənqid eləyir. Amma görürsən ki, bu səs başqa hissədən gəlir, vallah. Bu səs ruhun başqa güşəsindən gəlir. Başqa hissəsindən gəlir. O səsi ayırt eləmək lazımdır. Bəzən o nəfsin səsidir. Qəzəbli nəfsin səsidir. Dini şüarlar deyir. Dini ayələr deyir, hədislər deyir. Haqq davası aparır. Adam özü ilə mübarizə apardıqca mərhəmətli olmalıdır, bu qəddar olur. Adam mehriban olmalıdır, bu qəddar olur, təkəbbürlü olur. Və belə adamlar iyrəndirib cəmaatı. İyrəndirib. Yox, dinin sərt üzü var sərt üzü. Dinin sərt üzü var. Amma sərtliyi sevgidəndir, bunu yaddan çıxart. Sərtliyi də sevgidəndir. Sevgidən sərtlik yaranır. Birini o qədər sevirsən ki, onun düzəlməsi üçün hər yola əl atırsan, axırıncı olur ki, sərt danışasan, sevgidən sən sərt danışırsan onunla. Sənin sərtliyin nəfsindəndir. O ki, nəfsinin başına vururdun, ha? O imtina elirdi, indi intiqam alır səndən. Biri görsən, biri bir səhv iş görüb, üzr istəyir.